Salam, hər vaxtınız xeyirli olsun doktor. Hər Növbəti vaxtınız verilişimizdə sizlə görüşürük. Növbəti sual-cavabda. Bugünkü mövzumuz nevrotik psixi pozuntulardır. Ümumiyyətcə nevrotik psixi pozuntular deyəndə nə nəzərdə tutulur? Bunu Buna bir bir mövzuya aydınlıq sığışdırmaq Səidə xanım, yəni siz ümumi məlumatlar yəqin istəyirsiniz. Bəli, təbii ki. Aydın. Gəlin belə bir deyək. Psixi pozuntular, gəlin elə bu silsiləni başlayaq. Psixi pozuntular sağlam psixikadan fərqli olan hallardır. Mən dünya təsnifatı, professional təsnifat verməyəcəm. Hər bir insana, elə biz izləyən hər kəsə, həm canlı yayımlarda, həm də YouTube-dan izləyəcək olan hər kəsə bunu müəyyən qədər sadə dildə izah etməyə çalışacağam. Demək, sağlam psixi fəaliyyət odur ki, sən rifah halındasan. Əgər sən rahat deyilsənsə psixi cəhətdən, demək, sənin psixi pozuntun var. Başlaya bilər. Əgər sən 2 həftədən çox narahatsansa psixi cəhətdən, emosional cəhətdən, düşüncə cəhətdən, fikirlərimlə bir yerə çıxa bilmirəm, 2 həftədən çox davam edir, özümə qapanmışam, 2 həftədən çox davam edir, dünyadan küsmüşəm, əsəbiyəm, tez-tez partlayıram, qəzəbliyəm, qorxular keçirirəm, panika tutmalar olur. Bunlar nevrotik psixi pozuntular formatıdır. Və psixi pozuntuların 3 kobud qrupa böləcəm, qoy insanlarda anlayışımız olsun. Birinci ağır psixi pozuntu dediyimiz hallar, bölək, şərti adlarda bunlar. Anlayış üçün paylaşıram. Buna Sovet dönəm psixozlar deyirdilər, belə bölürdülər. Psixozlar dediyimiz, Sovet dönəm dediyimiz ağır psixi pozuntular var. Onların içində şizofreniya var, bir də bipolar pozuntu var, bir də digər psixozlar var. Bunlar nədir? Belə halda olan insan öz halından bir xəbər olur. Mən bayaq dedim, insan narahatdır. Amma baxsa insan xoşbəxt özünü hiss edə bilər, amma şizofreniyası var. Yəni ağlı ikiləşib və ağlı idarə etmir. O dəli olmaq el arası. Amma bu yaxşı söz deyil, belə işlədirlər cəmaət. Şizofreniya tipində pozuntular ağır psixi pozuntulardır. Belə insan öz halından narahat olmur çox vaxt. Öz halının narahatlığını hiss eləmir və şikayətlərin içində itib batmır. Yəni şikayətləri çox nadir olur. Elə bilir ki, belə də olmalıdır. Və yaxud qorxu keçirir, amma qorxduğu şey real olmayan şeylərdir. Aynen. Məsələn, narahatdır, qorxu keçir, amma real olmayan şeylərdir və o reallığının olmadığını dərk eləmir ki, bu real deyil. Cin görürəm deyir, falan şey görürəm və s. Yəni, görmə halüsinasiyalar keçirir. İkinci növ psixi pozuntular şəxsiyyət tipli pozuntular, şəxsiyyət pozuntularıdır. Məsələn, hamımızın çox sevdiyimiz söz o narsistdir, falan kəs narsistdir. O narsistik xasiyyət ayrı, narsistik tipli şəxsiyyət pozuntusu var, təşviş tipli şəxsiyyət pozuntusu var və s. Bunlar da yəni geniş müzakirə mövzusudur, bunlara da toxunacağıq. Silsilə mövzular barədə əlamətlərini deyəcəyik. Amma bugün nevrotik tipli psixi pozuntular dediyiniz, onlara giriş eləyək. Nevrotik tipli psixi pozuntular bayaq dediyim kimi insan narahatdır. Ən azı 2 həftədir ki, narahatdır. 2 həftə və daha artıq. Və narahatlığından xəbərdardır. Amma bu narahatlığını idarə edə bilmir. Və dediyi şikayətlərdə halüsinasiya yoxdur. Obsessiv fikirlər ola bilər. Obsessiv hətta səs-küy də qulağına gələ bilər. Amma öz halından narahatdır və halına dəyər verə bilir. Halını obyektiv qiymətləndirə bilir. Məsələn, şizofreniya xəstəsi deyir ki, mən cin görürəm, amma obyektiv dəyərləndirə bilmir ki, onu görə bilməz. O halüsinasiya görür. Halüsinativ görüntüdür onda. Amma məsələn, nevrotik insan o sözü demir. Deyir ki, mənim qulağıma bir küy var davamlı, elə bir qulağımı danışırlar, amma mən bilirəm ki, bu yəni real bir şey deyil, mənə narahat eləyir. Obsessiv hallar keçirir. Yəni ki, çox belə lətif bir sərhəd var. Sərhəd odur ki, mən öz halıma qarşı tənqidi münasibətim var. Nevrotik tipli psixi pozuntular bunlardır. Bunların da 2 böyük qolu var, belə deyək də. Məyusluq əsaslı, bunları da mən bölürəm ki, cəmaət aydın olsun. Məyusluq əsaslı pozuntular var. Bunlar affektiv pozuntular, əhval-ruhiyyə pozuntular deyirlər. Bir də var daha çox təşviş əsaslı, qorxu əsaslı pozuntular. Təşvişli pozuntular deyirlər. Və budur nevrotik psixi pozuntulara bir ilkin baxış. Və 2 böyük emosiya var. Məyusluq və qorxu. Məyusluq və qorxu. Şiddətindən asılı olaraq məyusluq və şiddətindən asılı olaraq qorxu bizdə nevrotik dediyimiz psixi pozuntuları yaradır. Elə mən də belə bir sual vermək istirdim ki, siz çıxışlarınızın çoxunda deyirsiniz ki, psixi pozuntularının bir çoxunun səbəbi qorxudur. Ümumiyyətcə, qorxunun mahiyyəti nədir? Aydındır. Məyusluq və qorxudan, birinci qorxudan doğru edib başlayırsınız. Çünki təşviş budağı, qorxu budağı var nevroz ağacında. Mən nevroz ağacının bir dəfə telekanalların birinə lövhədə çəkmişəm. Vaxtilə Şəkiyə səyahət edib orada bir kanalımız var. Orada göstərmişəm, YouTube-da var o video. Nevroz ağacı, belə deyək. Nevrotik tipli psixi pozuntu ağacında 2 dənə böyük budaq varsa, o böyük budağı biri qorxu budağıdır, daha ağır budaqdır, daha bazal bir şeydir. Qorxu nədir? Qorxu yox olmamaq istəyidir.
mən yox olmaq istəmirəm deyə o qorxu hissini yaşayıram. Mən nə vaxtsa olmayacağam. Bax, bu qorxudur. Sadə qorxduğumuz bir şeylərin də əsasında Hamısı mənliyimə zərbədir də, hə. Pişikdən qorxuram, elə ben pişik mənə zədə yetirəcək, pişiyin hərəkətləri, məsəl üçün, nə edəcəyini bilmirəm. İtdən qorxuram, bilmirəm ki, it nə edəcək mənə zədələyə bilər. Mənliyimin yox olması fikri qorxudur. Qorxu odur. Mən istəmirəm yox olam. Mən istəmirəm zədələnəm. Nə qədər dərin izah verirsiniz. Qorxu budur. Doktor, sonra məsələn var panik atak, var təşviş. Bunlar nədir? Bunlar da nevrotik psixik pozuntulardır. Bəli, onlar bilirsiniz ki, gəlin mənə bəzi bir qorxunun özünü biraz xırdalayaq. Sonra keçək. Çünki pozuntuları mən düşünürəm ki, Səidə xanım, bir izah edəcəyik. Gəlin ümumi mahiyyətdən bir danışaq. Etiraz eləmirsiniz ki? Olur, problem deyil. Çünki panik atakdır, təşvişdir. Bunlar bəli, bunlar panik atak ümumiyyətlə əlamətdir. Ayrıca bir xəstəlik, nazoloji vahid deyil. Panik atak bir əlamətdir. Panik pozuntuda, təşvişdə, misal üçün bunu deyim, sonra keçək. Təşvişdə olan, panik pozuntuda olan, fobik pozuntuda ola bilər. Panik atak bir tutmadır, qorxu tutmasıdır. Şiddətli qorxu tutmasıdır. Amma mahiyyətdə qorxunun özünü xırdalayaq istəyirəm. Bəli, zəhmət. Çünki mən dedim ki, yox olmaq qorxusu, amma yox olmaq qorxusunun növləri var. 2 dənə ağır növü, ölüm qorxusu və ağlını itirmək qorxusu. Ölüm qorxusu və ağlımızı itirmək qorxusu. Bu çox tamaşaçımızın həyatda rastlaşdığı bir şeydir. Ümumiyyətlə, hər birimiz, maraqlı bir şey deyim sizə, 2 dənə bazal qorxu keçirik doğuşdan bugünə. Birinci qorxunu doğuşda, ana bətnindən doğuşla bu dünyaya gələndə keçiririk. Çox şiddətli bir qorxu, təşviş alıdır o. Bazal təşviş deyirlər ona psixologiyada. Nədir o? Ana bətni rahatlıq içində idim və oradan qopanda o narahatlığa düşürəm. Sanki mən yox oldum, sanki narahatam, sanki öləcəm. Adi bir Ruslar bukaşka deyir, bir həşərat belə ölməmək istəyir, qaçmaq istəyir. Yəni ruhun mahiyyətində var olmaq istəyi var. Ana bətninə ayrılan ruhi varlıq, hələ bədənə tam tanım öyrəşməyib, mən olmayacağam indi deyə qorxur. Onu ananın sinəsi üzərinə qoysan, ilk ağız südünü əmir ana döşündən, süd vəsindən və o ilk rahatlığını əldə edir, amma tam rahatlayanmırıq. Məsələn, siqaret çəkənlər, tütün çəkənlərin çoxu həmin o bazal qorxu üzərindədir. Ona görə tütün çəkmə xəstəliyi, o siqaret çəkmə ağır bir qorxu bazasında, bazal təşviş bazasında formalaşır. Və digər ikinci qorxu ölüm haqqında eşidəndə olur bizdə. Birinci qorxu nə vaxt olur? Ana bətnindən çıxar. İkinci qorxu da 7 yaşa qədər, neçə yaşdır? 4 yaş, 5 yaş, 6 yaş, 7 yaşa qədər, məktəbə qədər biz ilk dəfə kimisə ölmək haqqında eşidirik. Yadımıza salın, hamımızda bu olacaq, çoxunuzda bu var. Bu ölüm bizə dəhşətli gəlir. Necə yəni mən olmayacağam, necə yəni mənim qohumlarım olmayacaq. Yenə də yox olma qorxusu bazası. Demək, ölüm qorxusu və ağlını itirmək qorxusu şiddətli formada. Bunlar nevroza aparıb çıxardır. Sonra başqa növ, məsələn, vəzifəni itirmək qorxusu, mövqeyini itirmək qorxusu, namusunu itirmək qorxusu. Namus da bir mental hekayədir. Beyində nə cür yazılmış. Namusun sərhədləri bizə verilən tərbiyə qədərdir. Yəni, onu namus itirmək qorxusu var, vicdanı itirmək qorxusu var, müəyyən qorxular var. Məsəl üçün, bədəndən zədələnmək, xəstəlik qorxusu var, heyvanlardan qorxular var, təyyarəyə minmək qorxusu var. Bunlar hamısı ölüm qorxusu bazası. Yaxınları itirmək qorxusu var. Bunlar hamısı yox olma qorxusunun müxtəlif formatlarıdır. O ki, qaldır, bəli, təşviş dediyiz, təşviş və panik atak deyiz, gəlin belə götürək. Mən bir yaxud dedim təşviş budağı. Panik atak bir əlamətdir. Təşviş budağının içində var generalizə olmuş təşviş pozuntusu, var obsessiv pozuntu, var obsessiv kompulsiv pozuntu, var fobik pozuntu, bunlar təşviş əsaslıdır. Var panik pozuntu, böyük şaxələrdir və geri gəlici silsilə olaraq bunların əlamətlərini mən YouTube kanalımızda paylaşacağım ki, siz özünüzə bu əlamətləri görüb vaxtında bununla məşğul ola biləsiniz. Yoxsa bəzi Türk YouTube kanallarında, bəzi yerlərdə nevroz adında bir şey yoxdur. Psixoloqların çörəyi və fırıldağıdır. Dünya Səhiyyə Təşkilatı belə təsnifat ortaya qoyub, xəstəliklər haqqında fikirlər deyil və siz başlamışsınız ki, nevroz yoxdur. Var, psixik pozuntu və bundan narahat olan 100 milyonlarla insanlar var. O ayrı söhbətdir ki, dərman şirkətləri hansı fırıldaqlar eləyir. O hansı problemdir ki, psixiatr və nevroloqlar sizi oyalayırlar dərmanla, illərlə, dərman şirkətlərlə bağladığı müqavilələrə görə. Demirlər, gedin, düşüncənizi dəyişdirin, düzəldin, dərmansız da qutara bilərsiniz bu dərddən. Yəni, bu ayrı mövzudur. Amma faktik olaraq müxtəlif növ təşviş əsaslı psixi pozuntular var və bu gerçəklikdir. Aydındır. Təşəkkür edirəm, doktor. Ümumiyyətcə, doktor, dediniz ki, əsasında ölüm qorxusu durur. Bu ölüm qorxusundan azad olmaq mümkündürmü? Bir insanı bu qorxudan azad etmək mümkündür? Ölüm qorxusundan azad olmaq 2
iki cür üsulla mümkündür. Yəni onda gəlin sizə bəzi şeyləri çatdırım fikirlərimi. Baxın, psixoterapiya anlayışı Freyddən başlayıb, Sigmund Freyddən. Nə qədər bunu kimlərsə qəbul etməsə də özünüzü aldatmayın. Nevroz sözünü də Freyd ortaya qoyub. Düz nevroz sözünü işlənməsə də vaxtı ilə illər boyu nevroz işlənibdir və hətta biz bugün də nevrotik psixopozluqlar deyəndə yenə də Freydə bir işarə vurmuş oluruq. Və psixoterapiya əsasında qoyan Sigmund Freyd maraqlı şeylər ortaya qoyub, fikirlər ortaya qoyub. Onların içində ən maraqlı fikirlərdən biri odur ki, insanın beynində, ruhi biliyi olmayan insanın beynində, dünyanı gerçək görən insanın beynində 2 dənə ağac var. 2 dənə motivator var, 2 dənə enerji mənbəyi var. 2 dənə düşüncə düyünü var. 2 dənə hərəkət verici qüvvə var. Nədir o? Libido, mortido. Eros, Thanatos, Yunanca desək. Latınca və Yunanca dedim. Libido və ya Eros, mortido və ya Thanatos. Libido nədir? Libido işmişik. Cinsi cazibə deməkdir. Eros da, erotik söz oradan gəlir. Cinsi cazibə demək. Eros Yunanistanın erotik Allahıdır, belə deyək. Qədim Yunanistan mifologiyasında. Eros və ya libido, Thanatos və ya mortido. Thanatos nədir? Ölüm deməkdir Yunanca. Mortido da Latınca ölüm sözündəndir. Biri deməli həyat eşqidir, seksual həvəsdir, digəri isə ölüm enerjisidir. Ölmək qorxusu və öldürmək istəyidir. Və müasir psixoterapiya bu nə iş görür? Bu dediyimiz 2 qüvvə var. 2 qüvvənin bir-birindən mübarizəsindən danışılır və psixoterapiya çalışır ki, libido gücü artsın pasiyentdə, həyat eşqi artsın pasiyentdə. Məsələn, Frankl'ın logoterapiyası həyat eşqini, həyatın mənasını tapılmağa yönəlibdir. Həyatın mənasını tapanda həyat eşqini artır və cins həvəsini də hətta artır. Tutaq ki, psixoanaliz yönəlib ki, qorxunu yaradan səbəblərin məntiqsizliyini göstərsin və həyat eşqi artacaq. Yəni, libido ağacı mortido ağacını üstələyəcək, amma mortido ağacı ölməyəcək. Ölməyəndə də davamlı dəyişə bilirlər. Arada bir qalxacaq və psixoanalitikın ömürlük çörəyi olacaq. Bu da ayrıca bir mövzudur. Yəni, ölüm qorxusunu ruhi bilik olmadan məhv etmək mümkün deyil. İnsanı zombiləşdirib də məhv eləmək olar mı? Olar, hə, inanclar verə bilərsən insana. İnanc sistemi ilə məhv etmək olar. Onda da insan zombiləşmiş və kodlaşdırılmış olur. Mənim pasiyentlərim olubdu, Qarabağ döyüşçüsü də olub hətta ki, hansı ki, insan qorxmaz bir döyüşçü olub, amma həyətdən çıxanda adi bir üstünə sürülən maşın, təsadüfən maşınla üzə gəlib avtomobillə və elə bir şiddətli ölüm qorxusu keçirib ki, mənim yanıma müalicəyə gəlmişdi. Belə hallar çoxdur, insan qorxmazlıqla döyüşüb, cəngavərdir, amma kiçik bir detaldan qorxaraq nevroz keçirir. Ona görə onu göstərir ki, inanclarla yaradılan qorxmamaq tam qorxmazlıq deyil, tam ölüm qorxusu deyil, tam ölüm qorxusunun həll olunması deyil. Və yaxud da kütləvi bir-birinə dəstək verən, məsələn, mən hərbi həkim olmuşam və döyüş meydanında bir-birinə dəstək verən insanların bir-birini ruhlandırması da tam ölüm qorxusundan azad olmaq deyil. Bu sadəcə demək istədiyiniz bir proqramdır yüklənmiş. Bəli, bu yüklənmiş proqram da inancdır. Həqiqi şəkildə ölüm qorxusundan azad olmaq üçün bilik, yəni ruhi bilik lazımdır. Biz mental yoga təlimləri veririk və hətta vaxtı ilə bir neçə də çıxışım olub bu sayda Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində məhz bu ölüm qorxusu ilə bağlı, ölüm qorxusu necə qalib gəlməklə bağlı və düşünürəm ki, bu barədə qısa məlumat onu verə bilərəm ki, ölüm qorxusunu həll etməyin, ümumiyyətlə qorxuların kökünü həll etməyin yeganə yolu mental yoga, yəni ruhi təfəkkürdür. Özünü maddi bədən yox, əbədi bir varlıq kimi dəqiq tanımaqdır. Və bunu bir günə olmur ha bu. Mənim 51 yaşım var, hələ də bunun üzərində çalışıram. Və bunu biləndən sonra bunun beyninə oturtmaqdır. İllər boyu beyninə oturacaqsan. O nəfslə mübarizə deyilir dinlərdə. Dindarların fikri yaxşı söz nəfslə mübarizə. Nəfs dediyin şey yox, qorxu ilə mübarizədir əslində bu. Yəni cihad-ül əkbər dedikləri. Öz negativ keyfiyyətlərlə mübarizə, qorxu ilə mübarizə. Bu da nədir? Biliyin olsa, hansı bilik? Özünü əbədi bir varlıq kimi görmək qabiliyyəti və bunu beyinə oturtmaq. Və bunu nə etmək lazım? Birinci, bunu dəqiq bilmək lazım ki, sən niyə əbədi varlıqsan? Bu bədən sadəcə bir cihazdır və sən bu cihazı bu həyatda, bu oyun level, yəni səviyyə və mərhələsində istifadə edirsən və əbədi olaraq evindəki həzzə və rahatlığa qayıda bilərsən. Əbədi evimizdə ruhi dünyadır. Dinlərin təbiri necə desək, Allahın huzuruna qayıtmaq haqqında bilik. O bilik, yəni ali şəxslə ünsiyyət biliyi biz təbliğ və tədris eləyirik. Ölüm qorxusundan tam azad olmağın üsulu yalnız budur. Təkcə mən tədris etdiyim mənasında yox ha. Yəni ruhi biliyin varsa, ölüm qorxusunu həll etmək şansın var. Kökündən həll eləmək imkanın var.
Çox Bütün təşəkkür növ qorxuları edirəm. həmçinin. Maraqlı nüanslardan danışırsınız. Təşəkkür edirəm. Siz bayaq dediniz beynimizdə libido və mortido ağacları var. Belə ağac şərti olaraq dedi. Bəli. Biz mortido yüksələndə o zaman insanda depressiya halı yaranır. Ha, məyusluq da elə buradan gəlir. Bəli, məyusluq da, qorxu da. İndi siz məyusluq sual vermək həddinə gəldiniz, belə çıxır. Mən ölüm qorxusu deyəndə ölümün varlığını bilib qorxmaqdan yox, ölümün varlığından məyus oluram. Ki onsuz da öləcəm, həyatın nə mənası var? Qapanıram özümə. Kobud forması budur. Ona görə də bəli, var. Mortido enerjisi məyusluq da yarada bilər. Həm də məyusluq ikinci başqa şey yaradır və nəyisə şiddətlə əldə etmək istəyirəm və əldə edə bilmirəm. Bu da bir yox olmaq atmosferidir. Mən daha yoxam. Çünki mən istədiyimlə özümə eyniləşdirmişəm, istədiyimi əldə edərsəm varam, əldə etməsəm yoxam. Bu da mortido enerjisidir. O da məyusluq. Yəni məyusluğun da elmi adı frustrasiyadır. Frustrasiya, boşluğa düşmək. Mənasızlığa düşmək belə. Yəni mən nə isə istəyirəm, onu əldə edə bilməyəndə Bu da nevroz səbəbidir və depressiv pozuntu səbəbidir. Bəli, depressiv pozuntu səbəbidir əhval-ruhiyyə dəyişməsi. Nə danışa bilərsiniz? Depressiya dediniz, məyusluq dedinizsə depressiya deməliyik. Bəli, depressiya affektiv pozuntuların anasıdır. Özüdür, bazasıdır. Depressiya nə demək? Depressiya sıxılma deməkdir. Yəni həyat məni sıxır. Mən həyatdan küsmüşəm. Mən özümə qapanmışam. Mən yaşamaq istəmirəm. Bu depressiya budur. Depressiyanın var, psixotik növü var, nevrotik növü var. Endogen depressiya deyilən bipolar pozuntunun depressiyası var, ağır formatdır. Bir də var ki, öz depressiya halından xəbərdar olan format var. O psixogen, endogen yox, psixi ağır formalı yox, nevrotik depressiya var. O böyük depressiv pozuntudur. Yəni orada bipolar pozuntuda kimi başqa hallar olmur da. Öz halına elə bir psixi travmanı dəqiq bilirsən və psixi travmadan sonra yaranan depressiyanı kəşf edə bilirsən. Ki bilirsən ki, sənin bu özünə qapanmağın nədən sonra başlayıb konkret. O halda bir insan özünü depressiyadan çıxarda bilər? İnsan özünü depressiyadan çıxarda bilərmi? Nadir hallarda, hə. Nadir hallarda. Məsələn, mən bayaq dedim, ruhi bilik, düzdürmü? Ruhi biliyi olan, məsələn, depressiyaya düşməz heç. Və ya depressiyada olan ruhi biliyi əldə edib çıxa bilər, özü araşdırıb çıxa bilər. Amma bu çox nadir hekayədir. Böyük depressiv pozuntuda müalicə, dəstəyə ehtiyac var. Niyə? Mən bunu nə ilə müqayisə eləmişəm həmişə? O televiziya efirlərində, ailə həkim verilişlərində vaxtilə ASTV-dən də bunu söyləmişəm. Depressiv pozuntuda olan, ümumiyyətlə nevrotik pozuntu keçirən insan nəyə bənzəyir? Mən bataqlıqda batıram. Bataqlıqda bir qayda var. Çabaladıqca daha da batacaqsın. Özünü çabalayıb çıxartmaq istəyirsənsə, məntiqsiz formada mən bu vəziyyətdən çıxmaq istəyirəm deyirsənsə, daha da batırsan. Belə vəziyyətdə kim lazımdır? Kim ki, ayağı bək torpaqdadır, sənə bir kəndir və ya bir ağac uzatmalıdır ki, ayağın bək torpağa gələnə qədər səni dartıb oradan çıxarda bilsin. Onda çıxmaq şansın var. Həmin o kəsdə ayağı torpaqda bək duran öz problemlərini həll etmiş psixoterapevtdir. Psixoterapevt öz problemləri həll eləməyibsə, özü təmiz deyilsə, beyni aydın deyilsə və özü travmatik yaşayırsa, inanclarla yaşayırsa, o sənə kömək eləməyi çətin olacaq. Olar, amma nadirən kömək eləyəcək. Onda doktor belə deyə bilərik ki, məntiqli insan, həyatını məntiqlə yaşayan insan heç vaxt depressiyaya düşmür. Ruhi məntiqlə yaşayan insan depressiyaya düşmür. Məntiqin sərhədləri var da, məntiqin mərhələ və pillələri var. Ali məntiq ruhi məntiqdir. Özünü maddi bədən olaraq görməyən, əbədi bölünməz, həzz və dərrakə ilə dolu olan bir varlıq kimi görən insan depressiyaya düşə bilməz. Mən depressiyaya girə bilmərəm. Özünü ruhi mən kimi görürsə? Bəli, mən məsələn depressiyaya girə bilmərəm. Bu mövzuda mütləq gələn verilişdə danışaq, gələn çəkilişdə danışarıq mütləq bu barədə. Təşəkkür edirəm, doktor. Çox sağ olun, çox minnətdarım. Növbəti verilişlərdə mən düşünürəm ki, biz nevrotik mövzunu dərinləşdirərik, nevrozlarla bağlı fikirləri dərinləşdirərik. Oldu.